Mən son vaxtlarda bunu çox ciddi müşahidə eləmişəm. Demək, Azərbaycan çox qəribə ölkədir. Azərbaycanda dövlətlə vətəndaş arasında qəribə borclu, borcalan münasibətlər var. Mən vətəndaş olaraq Sevinç, Əli, Vəli, Pirvəli dövlətə borclu olanda ki, məsəl üçün, tutaq ki, cəriməmiz var, işıq pulu var, qaz pulu var, vergidir, nə bilim, sosial müdafiədir və s. hansını biz ödəməliyik, deyilmi? O məsələlərdə dövlətin mexanizmi çıtır-çıtır işləyir. Yəni, güzgü kimi işləyir. Sanki Alman mexanizmindən işləyir. Mənim borcum varsa, dərhal, maşında cəriməm varsa, dərhal cərimənin məbləğini qeyd edirlər, telefonuma SMS gəlir, mən ödəməliyəm, ödəməyəndə polis maşını saxlayır, cərimə meydançasına aparır və s. və ilaxır. Və yaxud da ki, işığın pulunu ödəməyəndə işığı kəsirlər, vergi, banka borcum, sərhəddə saxlayırlar və s. və ilaxır. Yəni, Alman sistemidir, mükəmməl bir sistemdir. Amma dövlətin mənə borcu olanda Afrika qanunları hökm sürür bu ölkədə. Nətər? Mən uşaq Azərbaycanda dünyaya gəlir, demək, belə deyək, ödənişsiz səhiyyə deyilən şey, pulsuz səhiyyə deyilən bir şey yoxdur. Uşaq bağça yaşına çatır, demək, dövlət bağçası yoxdur, varsa da ora girmək çətindir. Yenə də biz valideynin üzərinə düşür, rüşvət veririk və s. və ilaxır. Məktəb mərhələsi eyni şəkildə, müalicəmiz eyni, lüğotlarımız eyni, yəni heç biri yoxdur. Yox oğlu yox, heç biri yoxdur. Yəni, gəlir uşağı oxutmaq məsələsi gəlir, yenə valideynin üzərinə düşür. Məktəbdə təhsilin tılsımdan xəbər yoxdur. Yəni, mənim dövlət qarşısında borcum olanda dövlət super işləyir. Amma dövlətin mənim qarşımda borcu olanda evdə heç kim yoxdur. Heç kimi tapa bilmirik bu istiqamətdə. Yəni, baxın, bu çox ədalətsiz bir sistemdir. Və sonra belə bir cəmiyyətdə böyüyən uşaq, mənim uşağım, sizin uşağınız, gəlir çatır 18 yaşına və dövlət ona deyir ki, gəl vətənə borcunu ödə. Mən bilmək istəyirəm, o borc necə yaranır? O borc əslində valideynin borcu, yəni valideynə borçludur övlad. Oxumağına görə də, müalicəsinə görə də, təhsil almasına görə də, bütün imkanlarına görə ki, valideyn ona işi ilə, dırnağı ilə çalışaraq təmin edib. Amma dövlət bir anda gəlir, uşaq 18 yaşına çatanda deyir ki, gətir bura görün borcumu, get əskəriyə. Yenə də deyirəm, bu ordu bizimdir, bu dövlət bizimdir, bu torpaq bizimdir, bu vətən bizimdir. Amma biraz insafla da, yəni lazım olanda demək ki, işləyə bilirsiniz də, özünüzə sərf edəndə işləyə bilirsiniz. Cəriməmi məndən almaq istəyəndə super işləyirsiniz. Mənim işığımın borcu, belə deyək, üst-üstə yığılanda gəlib işığımı da kəsə bilirsiniz. Amma sizə gəlib çatanda, sizin etməli olduqlarınıza gəlib çatanda, siz onları unudursunuz, dırnaq arasında unudursunuz. Və bu dövrəyə bir Afrika qanunları, bu necə ədalətdir? İngilislər demişkən, where is ədalət? Yəni, haradadır, biz onu niyə tapa bilmirik? O baxımdan da deyirəm, baxın, dedik ki, mənim də dərdim açıldı. Maşınlarla bağlı məqam. Bu maşınlar niyə keçir, niyə keçmir? Bu Azərbaycandır. Bizdən də oxuyuruq bu xəbərləri. Niyə keçir? Bu Azərbaycandır. Burada yazılmamış qaydalar, qanunlar var. Bizə çatanda dərhal saxlayırlar. Bizə çatanda dərhal cəzalandırırlar. Bizə çatanda dərhal maşın cərimə meydançasına aparılır. Amma həmin adamlar üçün